Əziz gənclər, hər birinizi salamlayıram. Bu günləri bildiyiniz kimi Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyinin maliyyə dəstəyi, öyrədərək öyrənək gənclərin intellektual inkişafına dəstək ictimai birliyinin təşkilatçılığı ilə Mind Odyssey regional intellektual turnir layihəsinin yarımfinal görüşü üçün bir yerə araya gəlmişik. Tədbirimizə başlamışdan əvvəl qeyd edim ki, bugün 27 sentyabr anım günüdür və anım gününə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edəyim. Ötən 5 gün ərzində yarışımızda ilk maçlar, qrup maçları keçirildi və qrup maçlarında ən yaxşı nəticə göstərən komandalar yarımfinala vəsəq qazandılar. Yarımfinaldan isə 4 komanda final mərhələsinə vəsəq qazanacaq. Yarışımız ötən dəfə olduğu kimi yenə nə harada, nə zaman formatında təşkil olunub və sizə yarımfinalda 15 sual təqdim olunacaq. 15 sualdan ən çox doğru cavab verən 4 komanda isə finala vəsəq qazanacaq. Finalda isə ilk 3 yerin sahibi bəlli olacaq. Qalib komandamız kubokla tərtib olunacaq, eləcə də bütün komandalar, yəni yer tutmuş bütün komandaların üzvlərinə diplomlar təqdim olunacaq. Yenə sizə qeyd vərəqləri verilib, bu vərəqlərə cavab variantlarınızı yazıb bizə təqdim edirsiniz. Mütləq şəkildə hər bir komanda öz adını da yazmağı unutmur, yəni komanda adını. Bu bizə bəlli edir ki, həmin cavab kimə məxsusdur. Hər cavab kartında sizdən sual veriləndən sonra 1 dəqiqə vaxtınız olacaq. 1 dəqiqədən sonra isə bir nəfər yaxınlaşıb bizim könüllü xanımlara, bu tərəf bu xanıma, digər tərəfsə bu könüllü xanımıza təqdim edir cavab kartlarını. 1 dəqiqə bitəndən sonra biz sizin maksimum 10 saniyə vaxt tanıyacaq ki, gətirib təqdim edəsiniz. Amma qaçmağa, bura çıxmağa ehtiyac yoxdur. Xanımlar ilə burada olacaqlar, vərəqləri oradan götürərsiniz. Və ən əsas məsələlərdən biri də cavab kartlarınıza bir variantı qeyd etməyinizdir. Bir neçə variant olarsa, hətta onlardan biri doğru olsa belə, sizin cavabınız doğru olaraq qiymətləndirməyəcək. Hər sual isə bir xal dəyərindədir. Aydın olmayan nəsə var, sualı olan. Məncə başlaya bilərik, bütün komandalara uğurlar arzu edirəm. 1. Panama kanalının təmiri vaxtı kanalı dərinləşdirməkdən ötürü iri suxurları parçalanması üçün 70-dən çox dəmir dişləri olan xüsusi qurğulardan istifadə olunurdu. Qurğunun başlıq hissəsi tez-tez sıradan çıxırdı və bəzən dəmir dişlər yarım saat ərzində 2 dəfə dəyişdirilirdi. Bəs bu işlə məşğul olan fəhlələr özlərini necə adlandırırdı? Dəmir işi olan xüsusi qurğulardan istifadə olunurdu. Qurğunun başlıq hissəsi tez-tez sıradan çıxırdı və dəmir dişlər yarım saat ərzində 2 dəfə dəyişdirilirdi. Bəs bu işlə məşğul olan fəhlələr özlərini necə adlandırırdı? Fikir verilirsə, qurğunun dişləri olmasını tez-tez qeyd etdim və bir cihazla işləyirlər. Bu cihaz çoxlu dişlərə malikdir, diş sizin üçün kifayət qədər ipucu olmalıydı. Bu sahədə çalışan fəhlələr özlərini məcazi mənada islamatda olur. Hindistanın Odisha ştatının polis idarəsi təcili hallarda müasir kommunikasiya vasitələrinin sıradan çıxmasından ehtiyat etdiyi üçün hələ də bir neçə X saxlayır. X-i 2 sözlə yazı hallarda müasir kommunikasiya vasitələrinin sıradan çıxmasından ehtiyat etdiyi üçün hələ də bir neçə X saxlayır. X-i 2 sözlə yazı
Vaxt bitərsə cavabları ala. Cavablar. Hindistan Odisha ştatının polisləri qorxurlar ki, birdən bütün texnikalar sıradan çıxar və onlar böyük Hindistan kimi dövlətdə məlumatları çatdırmaqda çətinlik çəkərlər. Ona görə də hələ də pod şüvərçini saxlayırlar. Vurğun və difai quruluşları komandası doğru cavab verir. Gələn zaman vağzalda onu qarşılayan şəxsə bir sual verib 224 cavabını almışdır. Bir müddət sonra banketlərin birində yenidən bu sualla Lev Tolstoy'a müraciət etmişdi. Tolstoy isə bu suala 5 cavabını vermişdi. Bernard Shaw'un Peterburg sakinlərinə hansı sualı verdiyini tapır. Nə sual verə bilərdi Bernard Shaw? Onlar ümumiyyətlə yəqin ki, bildinizdə kimlərdir? Bernard Shaw da, eləcə də Lev Tolstoy. Nə sual verə bilərdi ali bir Peterburg sakinlər? 224 cavabını alardı, amma Tolstoy'a versə 5 cavabını aldı bunlar. Lev Tolstoy ise bu sualı verenden 5 cevap aldı. Lev Tolstoy kimiydi? Yazıcı. Bernard Shaw kimiydi? Bəli, o da yazıcıydı. Bir yazıcıdan nə soruşar bilər ali sakinlər? Kitabında səhvlər var. Maraqlı variantlar var. Hətta bir yazıda avtobuzun qiymətini soruşur. Sonra neçə adını yaşayır, kitab soruşur, əsər sahibi maraqlı variantlar. Amma kitabdan, əsərdən önəmli ilk soruşula biləcəyi, ağla gələcək şey Peterburg həmçinin Rusiyanın mədəni paytaxtıdır bildiyiniz kimi. Burada neçə yazıcı yaşayır? Onu soruşurdu. Dərslik kameraların heç biri bu suala düzgün cavab verir. Birində ağır yaralanan Həzi Aslanovun həyatını nəyinin mayor Georgi Begishvili ilə eyni olması xilas edir. Eyni hərflə başlayan iki söz və cavabı yazın. Yox, iki sözlər. Hər iki sözdə eyni hərflə başlayır. 30 saniyə. Sual təzən deyə bilərdiniz. Döyüşlərin birində ağır yaralanan Həzi Aslanovun həyatını nəyini mayor Georgi Begishvili ilə eyni olması xilas edir. Eyni hərflə başlayan iki söz cavab. Qanun qrupu idi. İfadə qılınışları. Isaac Newton bir dəfə elmi müşahidəsinin xoşagəlməz nəticəsini aradan qaldırmaq üçün bir neçə gün yarıqaranlıq otaqda oturmalı olmuşdur. Siz isə Newtonun nəyi müşahidə etdiyini tapın. Nəticəsini aradan qaldırmaq üçün bir neçə gün yarıqaranlıq otaqda oturmalı olmuşdur. Siz isə Newtonun nəyi müşahidə etdiyini tapın.
Uşaqlar, nəyi soruşurduq ki, müşahidə edir, vaxtdır? Doğru cavabı güneş gibi. Işık birçok nesneden çıkabilir, lampadan da olabilir, tonlardan ışık gəlir, intellektual inşaatına dəstək ictimai birliğinin Səhədli Tükazman xanımına iştirak edib, ona təşəkkür edirik. Tərtib olma mərasimində Tükazman xanımına iştirak edəcək. 5 sual səslənib, 5 sualdan sonra xal durumu belədir. Lider 1, hədəf 1, zirvə 0, vurğun 3, kosmos 1, Turbo Space 0, Nirvana 2, Victoria 2, Defy Konusları 2, Ulduz 0. 0 olması heç açan deyil, biraz toparan. Arizona ştatında yerləşən milli parklardan birində çəkilmiş foto şəkildə Vaşa ayağındakı yaraları yalıyor. Bəs o nəyin başına dırmaşmışdı? Vaxt getdi. Arizona nəyin başına dırmaşmışdı? Arizona ştatı fikirləşin, Vaşa ayağında yaralar əmələ gəlir. Bəs o Vaşa nəyin başına dırmaşmışdı ki, bu yaraları almışdı? Doğru cevabı kampüsüdür. 5 kamada suala düzgün cevap verildi. Zirvə, Vurğun, Turbo Space təbrik edilmiş. Həmin şəxsi mədəni konversiya uğur qazanmışdı. 15-ci əsr Avropa Bəli 15-ci əsrdə Avropa Katolik kilsələrinə verilən həddiyanə müqabilində ciddi blokda tərtib edilən uzun qəbizlər, yəni çeklər verilirdi. Tədqiqatçı Lloyd Brown fikrincə bu amil məşhur bir şəxsin konversiya uğurunu izah edir. Söhbət hansından şuradan gedir? Vaxt artıq, cavablara bax. Orta əsrlər tarixindən keçdiyiniz bir məlumat idi. Bu məlumatı sizdən soruşurduq demək olar ki. Və cəmi cümlətəni 2 komanda deməli tarix kitabında bu dərsi oxuyub məlumatıdır. Çox vaxt məktəbdə mən özüm də yanımdadır ki, bu mədəniyyətə aid olan hissəni oxumaq istədir, keçirsiniz ancaq döyüşlər, amma ən maraqlı yer orada olur çox vaxt. 15-ci əsr Katolik kilsələrində qəbizlər, indulgensiyalar filan verildi və bunu əllə yazırdılar. Əllə yazmaq da çox vaxt apardı. Bir nəfər həmin vaxt kitab çapını ixtira etmişdi. Söhbət Johann Gutenberg'dən gelirdi. 2 komanda suala düzgün cavab verdi. Turbo Space, hədəf. Təbrik edirəm. Sizə bir 20-ci əsrin əvvəlində Amerika şəhərlərində çoxmərtəbəli binalar tikilməyə başlandı. Bu binalar o qədər populyarlaşmışdı ki, hətta fermerlər də hündür mərtəbəli binalara köçürdülər. Siz isə hansı texniki yeniliyin bu binaların sürətlə artmasına səbəb olduğunu tapın? əsrin əvvəlində Amerika şəhərlərində çox mərtəbəli binalar tikilməyə başladı. Bu binalar o qədər populyarlaşmışdı ki, hətta fermerlər də hündür mərtəbəli binalara köçürdülər. Siz isə hansı texniki yeniliyin bu binaların sürətlə artmasına səbəb olduğunu deyin? 15 saniye. On saniye. Arkadaşlar kameralar düzgün tersinler.
sökülən Yasa Media serialında pessimist və insanları sevməyən mağaza sahibi iki üzündə də eyni bir söz yazılmış lövhəni qapıdan asır. Lövhənin üzərində hansı sözün yazıldığını tapın. Hansı sözün yazıldığını tapın. Sevməyən mağaza sahibi iki üzündə də eyni bir söz yazılmış lövhəni qapıdan asır. Lövhənin üzərində hansı sözün yazıldığını tapın. Elektoral turniri layihəsinin yarım final görüşü də ilk 15 sual səsləndi. 15 sualdan sonra komandaların xalq durumu ilə sizi tanış edirəm. Ağstafa şəhəri texniki humanitar təmayül liseyin ulduz komandası 5 xal. Yaman Oddaloğlu ilə qrup oyundan və yarım finalda nəsə olmadı. Qazax şəhəri Mehmet Hüseyin adına məktəb liseyin komanda Defy qönçləri. Oradasınız? Siz də əsl görürüz, ancaq 5-də qaldınız. 6 xallı komandalar. Ağstafa rayon Poylu kəndinin məktəbinin lider komandası. Digər 6 xallı komanda Ağstafa şəhər 2 saylı orta məktəbinin komandası və Qazax şəhər İsmət Qayıb adına 3 saylı məktəbinin komandaları. 6 xal topladınız siz. 2 komandanın aktivində 7 xal var. Bunlar Ağstafa şəhər 1 saylı orta məktəbinin hədəf komandası, eləcə də Qazax rayon Çaylı kəndinin 1 saylı orta məktəbinin Turbo Space komandaları 7 xal topladılar. Qazax şəhər sənət vurğun adına 2 saylı məktəbinin sənət vurğun komandası 8 xal, təbrik edirik. Həmçinin Qazax rayon Çaylı kənd 2 saylı orta məktəbinin Victoria komandası, eləcə də Ağstafa rayon Həsən Sürkənin tam orta məktəbinin Victoria komandası 9 xal topladı. Beləliklə, Victoria, Nirvana 9 xalla, vurğun isə 8 xalla finala vəslə qazanır. 2 komanda üçün əlavə sual səslənəcək. Bu komandalar hədəf hansı komandadır? Siz, eləcə də Turbo Space siz. Bunu demək belə edirik, gənclər.